Hər vaxtınız xeyir. Gəlin bugün birlikdə Amerika qitəsinin inanılmaz iqlim sirlərini açaq. Bu həqiqətən də ziddiyyətlərlə dolu bir məkandır. Yaxşı, gəlin birbaşa məsələnin özünə keçək. Bir anlıq düşünün, necə ola bilər ki, eyni bir materik həm buzlaqlarla örtülü Arktikaya, həm də dünyanın ən qızmar səhralarından birinə ev sahibliyi etsin? Bu, çox maraqlı sualdır, elə deyilmi? Bax, bugünkü söhbətimizdə məhz bu sualın cavabını axtaracağıq. Yəni, Arktika buzundan tutmuş, Amazon meşələrinə qədər bu inanılmaz iqlim müxtəlifliyini yaradan əsas amillər, belə deyək, reseptin tərkib hissələri nələrdir? Gəlin ən təməldən, ən əsasdan başlayaq. Deməli, hər şeyin başlanğıcı iqlimin formalaşmasındakı birinci və ən fundamental amil coğrafi enlik və günəşdir. Bütün hekayə məhz buradan başlayır. Təsəvvür edin, bu materik şimalda Arktika dairəsindən başlayır, cənubda isə Antarktida dairəsinə qədər gedib çıxır. Bu nə deməkdir? Bu o deməkdir ki, o demək olar ki, bütün iqlim qurşaqlarını kəsib keçir. Məsələ çox sadədir. Qütblərə yaxınlaşdıqca günəş şüaları yerə daha əyri, mail bucaq altında düşür. Eyni miqdarda istilik daha böyük bir əraziyə yayıldığı üçün həmin yerlər soyuq olur. Amma ekvatora doğru gəldikcə günəş şüaları demək olar ki, başımızın üstündən, yəni dik bucaq altında düşür. Bütün enerji kiçik bir nöqtəyə cəmləşir və buna görə də istilik kəskin artır. Bax, temperatur fərqinin əsas səbəbi budur. Yaxşı, anladıq ki, günəş çox vacibdir. Amma təbii ki, hər şey təkcə günəşdən asılı deyil. Gəlin indi ikinci böyük tənzimləyiciyə, yəni okeanlara və onların cərəyanlarına baxaq. Onları sanki materikin nəhəng kondisionerləri kimi düşünə bilərsiniz. Şimali Amerikaya baxanda bir neçə əsas cərəyan dərhal diqqəti cəlb edir. Məsələn, Atlantik okeanında məşhur isti Gulf Stream cərəyanı var. Bu cərəyan Meksika körfəzinin isti sularını götürüb şimala, hətta Avropaya qədər aparır. Həm Amerikanın şərq sahillərini, həm də Qərbi Avropanın iqlimini yumşaldır. Onun tam əksi isə soyuq Labrador cərəyanıdır. Şimaldan soyuq suları və bəzən hətta aysbergləri gətirib Kanadanın şərqini dondurur. Sakit okean tərəfdə isə isti Alyaska cərəyanı iqlimi mülayimləşdirdiyi halda soyuq Kaliforniya cərəyanı ABŞ-ın qərb sahillərində daha quru sərin bir hava yaradır. Gördüyünüz kimi, bu cərəyanlar əsl iqlim rejissorlarıdır. Burada işləmə prinsipi əslində çox sadədir. İsti cərəyanlar öz üzərindəki havanı qızdırır və onu rütubətlə, yəni su buxarı ilə doldurur. Bu rütubətli hava quruya daxil olanda nə baş verir? Əlbəttə ki, bol yağıntı. Soyuq cərəyanlar isə tam tərsinə işləyir. Onlar üzərindəki havanı soyudur, soyuq hava isə çox rütubət saxlaya bilmir. Nəticədə sahilə quru, sərin hava gəlir və bu da quraqlığa, bəzən isə səhraların yaranmasına səbəb olur. Yaxşı, bu soyuq cərəyanların səhra yaratma gücünə ən bariz nümunəni görmək istəyirsinizsə, gəlin Cənubi Amerikaya nəzər salaq. Bax, bu xəritədəki soyuq Peru cərəyanı bunun mükəmməl bir sübutudur. Buradakı səbəb-nəticə əlaqəsi o qədər aydındır ki, Antarktidadan gələn bu buz kimi soyuq Peru cərəyanı sahilə yaxınlaşan havanı elə soyudur ki, suyun buxarlanıb bulud əmələ gətirməsinə heç imkan vermir. Bütün rütubət okeanın üzərində qalır. Nəticə nədir? Nəticə dünyanın ən quraq yeri olan Atakama səhrasıdır. Bəzi bölgələrinə yüz illərdir yağış yağmır. İndi isə gəldik üçüncü və bəlkə də ən dramatik təsirə malik amilə, reliefə, yəni dağlara və bir də küləklərə. Bunlar iqlimin əsl memarlarıdır. Gözünüzün önünə gətirin. Alyaskadan başlayıb Cənubi Amerikanın ucuna qədər uzanan nəhəng fasiləsiz bir dağ divarı. Söhbət Kordilyer və And dağlarından gedir. Bu, sadəcə bir dağ silsiləsi deyil, bu, okeandan gələn hava kütlələrinin qarşısını kəsən möhtəşəm bir sədddir. Və təbii ki, bu sədd iqlimi tamamilə dəyişdirir. Baxın, bu yağıntı xəritəsi dediklərimi əyani şəkildə sübut edir. Dağların qərbinə, yəni Sakit okeana baxan tərəfə diqqət yetirin. Göy və bənövşəyi rənglər yağıntının nə qədər çox olduğunu göstərir. İndi isə o divarın o biri tərəfinə, şərqə baxın. Sarı və qırmızı rənglər. Bu, quraqlıq deməkdir. Fərq inanılmazdır. Bəs bu necə baş verir? Buna coğrafiyada yağış kölgəsi effekti deyirlər. Sakit okeandan gələn rütubətli hava kütlələri dağlara çatanda yuxarı qalxmağa məcbur olur. Yuxarı qalxdıqca hava soyuyur və bütün daşıdığı nəmi, yağışı dağın qərb yamacına buraxır. Dağı aşanda isə o hava artıq tamamilə quru olur. Nəticədə dağın şərq tərəfi daima yağışın kölgəsində qalır və quraq olur.
Bəs Şimali Amerikanın mərkəzi hissəsi niyə bu qədər fərqlidir? Çünki orada şərqdən qərbə uzanan dağlar yoxdur. Ora açıq, nəhəng bir düzənlikdir. Bu isə nəyə gətirib çıxarır? Şimaldan gələn buz kimi Arktika havası ilə cənubdan Meksika körfəzindən gələn isti və rütubətli hava üçün sanki bir dəhliz yaranır. Bu iki tamamilə fərqli hava kütləsi o düzənliklərdə heç bir maneəyə rast gəlmədən toqquşur və nəticədə məşhur tornado xiyabanı, yəni dünyanın ən güclü tornadoları yaranır. Küləklər də təbii ki, öz işini görür. Onlar rutubəti daşıyan nəhəng konveyerlər kimidir. Məsələn, ekvator ətrafında əsən passat küləkləri Atlantik okeanından yığdığı bütün rutubəti birbaşa Amazon hövzəsinə gətirir və dünyanın ən böyük meşəsini suvarır. Biraz yuxarıda, mülayim enliklərdə isə qərb küləkləri Sakit okeandan gələn nəmi həm Alyaskaya, həm də Cənubi Amerikadakı Çiliyə daşıyaraq o bölgələrə bol yağıntı gətirir. Yaxşı, bütün bu parçaları, ənliyi, okeanları, dağları və küləkləri bir yerə yığdıq. Gəlin indi görək, bu amillər birləşəndə ortaya necə bir iqlim xəritası çıxır. Baxın, bu Şimali Amerikanın iqlim xəritəsidir. Əsl rəngarəng mozaikadır. Lap şimaldan başlayırıq. Bura Arktikadır. Hər yer buz və daimi donuşluqdur. Biraz aşağı düşürük, subarktik qurşaq gəlir. Yəni sərt qışlar və sərin qısa yaylar. Daha da cənuba gedirik, bizim də yaşadığımıza bənzər mülayim qurşaq gəlir. 4 fəslin hamısı var. Sonra isti yayları olan subtropik və ən cənubda il boyu isti və nəm olan tropik qurşaq. Gördüyünüz kimi, bütün o danışdığımız amillər bu mənzərəni yaradıb. Xəritələr yaxşıdır, amma gəlin rəqəmlərə baxaq. Bu qrafikə klimaqram deyilir. Bir yerin bir il ərzindəki iqlimini göstərir. Məsələn, C nöqtəsinə, yəni mülayim qurşağa baxaq. Qırmızı xətt temperaturu göstərir. Görürsünüz, yayda yuxarı qalxır, qışda aşağı düşür. Mavi sütunlar isə yağıntıdır. Demək olar ki, il boyu bərabər paylanıb. Bu tipik mülayim iqlimdir. Və ekstremlərdən danışmışkən, plus 57 dərəcə. Bəli, bu ölüm vadisində qeydə alınmış bir temperaturdur. Bəs niyə? Çünki ora həm isti subtropik enlikdədir, həm də dağların yaratdığı o dərin yağış kölgəsinin düz ortasında yerləşir. İndi keçək Cənubi Amerikaya. Xəritəyə baxan kimi fərq dərhal görünür. Burada əsas yeri yaşıl və tünd yaşıl rənglər, yəni ekvatorial və subekvatorial qurşaqlar tutur. Məhz bu səbəbdən Cənubi Amerika haqlı olaraq planetin ən rütubətli materiki adını qazanıb. Subekvatorial iqlimin çox maraqlı bir xüsusiyyəti var. Burada bizim bildiyimiz kimi isti yay, soyuq qış yoxdur. Fəsilləri yağıntı müəyyən edir. Çox rütubətli, yağışlı yay mövsümü və quru, yağıntısız qış mövsümü. Bu qrafiklərdə də aydın görünür. Bu da hava kütlələrinin mövsümü hərəkəti ilə bağlıdır. Beləliklə, bütün bu məlumatları topladıqdan sonra, gəlin yekun vuraq, bu iki qitənin iqlim hekayəsini qısaca müqayisə edək. Bu cədvəl əslində bütün danışdıqlarımızın qısa xülasəsidir. Gəlin sürətli şəkildə üzərindən keçək. Şimali Amerikada hansı zonalar üstünlük təşkil edir? Mülayim, subarktik və arktik. Əsas xüsusiyyəti nədir? Kəskin temperatur fərqləri. Cənubi Amerikada isə əsasən ekvatorial və tropik zonalar var. Və o, dünyanın ən rütubətli materikidir. Hər ikisinin qərbində dağ səddi var. Şimalda Kordilyer, cənubda isə And dağları. Və hər birinin özünə məxsus hava hadisəsi var. Şimali Amerikada tornado xiyabanı, Cənubi Amerikada isə Atakama səhrası. Gördüyünüz kimi oxşarlıqlar da var, kəskin fərqlər də. Ancaq unutmayaq ki, iqlim heç vaxt yerində durmur. O canlı bir sistem kimidir. Və bugün qlobal dəyişikliklər bu həssas tarazlığı pozmağa başlayıb. Bəs görəsən, bu amillərdən hansı ilk olaraq dəyişəcək və bu dəyişiklikdən sonra hava bizə hansı yeni hekayəni danışacaq? Bax, bu hər birimizin düşünməli olduğu bir sualdır.